Salam, hörmətli izləyicilər. Qeyd edeyim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi Mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu gün də biz Göyçay rayonundayıq. Yəni, Göyçay rayonunda çox möhtəşəm bir festival keçirilir, Nar Festivalı. Nar Festivalı doğrudan da Göyçayda artıq ənənəvi bir bayrama çevrilibdir. Və biz də ictimai olaraq burada həmin bayram tədbirinə qatılmışıq. Yoldaşlarla birlikdə, təşkilatın üzvləri ilə çox maraqlı bir, doğrudan da bir festivaldır ki, Göyçayda bir çox nar növləri var ki, dünyanın bütün yerlərində o bir Azərbaycan meyvəsi kimi təqdim olunur. Çox yüksək keyfiyyətli nar. Bu gün də gördüyünüz kimi çox gözəl bir gündür ki, burada bir çox ölkələrdən də qonaqlar var, turistlər var. Və möhtəşəm şəkildə festival təşkil olunubdur burada. Mən ilk öncə Göyçay rayonunun icra başçısı Natiq müəllim Ağayevə təşəkkürümü bildirirəm ki, doğrudan da bu ilki il daha yüksək səviyyədə festival keçirilir. Göyçay rayonunda nar festivalı. Bəli, xalqın doğrudan da belə deyək, hər birinin əhvalı yerindədir ki, bizim bayramlar ardıcıl gəlir. Yəni, bayramlara qarışıb, beləcə də bugünü bayraq günüdür dövlətimizdə. Biz də Cənab Prezidentimizə minnətdarıq ki, doğrudan da bugünkü günü bizə bəxş edən, bu bayramları bəxş edən Prezidentimiz İlham Əliyev bu sevinci xalqa yaşadır. Azərbaycan bu günlərin çox möhtəşəm doğrudan da günlərini qeyd edir. Yəni, dünən Zəfər günü qeyd olundu. Bugün isə həm bayraq günü, həm də Göyçayda nar festival keçirilir. Və insanlar bu festivala gəlirlər və burada o gözəl ləziz nardan alırlar, aparırlar. Çox yüksək səviyyədə olan bir xidmətdir. Eşq olsun Azərbaycan xalqına. Gördüyünüz kimi burada çox gözəl Göyçayda geçən narlar var. Göyçayda ən məşhur nar buğur narı deyirlər. Bəli, buğur narı çox yüksək keyfiyyətli nardır. Bax, bu ölkələrdə buğur narı. Çox gözəl, çox möhtəşəm bir bayram. Təbrik edirəm bütün xalqımızı. Göyçaylıları təbrik edirəm. Əli qardaşımızdır, eşq olsun qardaşımız, o da bir operatordur. Siz də iştirak edin. Var olun, Əli qardaş. Təbrik edir bayramları. Biz də sevinçlə bu bayramı qarşılayaraq elimizə, obamıza həmişə bayram arzu veririk. Göyçayın narı, qobanın alması və digər bizim Azərbaycan hər bölgələrində yüksək keyfiyyətli meyvələr var. Hər bir bölgə öz meyvəsi yatandır. Göyçayda narı yatandır bütün dünyada. Eşq olsun xalqımıza, Allah xalqımıza həmişə bayramlar nəsib etsin. Bax, belə gözəl bayramlar. Yaşa Azərbaycan! Yaşa Azərbaycan! Eşq olsun xalqımıza!